Herkese salam. Bugün biraz fərqli gündür, çünki həm hazırlaşırıq, həm də yeni biznes ideyası üçün ilk addımımızı atırıq. İlk öncə saçımı düzəltdim, çünki bilirsiniz də özümü yaxşı hiss eləməsəm motivasiyam da olmur. Düzdür, bu biznes mənim deyil, amma inanın ki, Zeynəb qədər həyəcanlı və düşündüyündən daha uğurlu biznes olacağına inanıram. Düzdür, bu yol bizi hara aparacaq bilmirəm, amma həmişə başlanğıclar gözəl. Və mən də bu başlanğıcın bir parçası olduğum üçün inanın ki, çox xoşbəxtəm. Və gördüyünüz kimi saçımı düzəltdim, sprey vurdum. Burada da özüm üçün dəyişim edirəm. Geyimim belə sadə olacaq. Həm rahat geyinmək istədim, həm də biraz şirin olsun istədim deyə sonradan bunu əlavə elədim. Məncə qəşəng kombin oldu. Burada da saçlarımı göstərirəm. Sizə biraz Zeynəbin planından danışım. Zeynəbin planı gül buketləri hazırlamaqda. Açığı çox həyəcanlıyam və Zeynəbin məndən qat-qat həyəcanlı olduğunu da bilirəm. Və mən hazıram, artıq evdən çıxıram, gəlin gedək Zeynəbin yanına və videomuz başlasın. Salam Zeynəb. Salam. Deməli uşaqlar, biz Neftçilərdə bir yerə gəldik, belə Zeynəb təzə biznes qurur. Onun üçün almağa. Əsə demiş olaram, səhər-səhər. İndi burada şönil axtarırıq. Bayaqdan bu şönilləri axtarırıq. Zeynəb bunlardan gözlədəcək. Bunun üçün çox pisdir. Bunlardan var. Ancaq bunlardırsa pisdir. Başqa var görəsən. Az deyib bunlara baxın uşaqlar belə. Bundan olmalıyam. Bundan gül düzəltməliyəm. Biri istəyib. İndi bunu sayıb görsən 100 dənədir. Baxın uşaqlar, burada qiyməti var. 100 dənəsi 3 manatdır, 50 dənəsi 2 manatdır. Zeynəb də bunu sayıb. 100 dənədir. 6 dənə bir dənə gülə çatmayacaq. Baxın. Ayda Novruz bayramı gəlir. Bunlardan o. Və mənə oxşayır. Şirindir. Çox şirindir Zeynəb. Yumuşaqdır yərə. Sən bu renklərdən istəmirdin, böyük Zeynəb. Çoxdur. Deməli, uşaqlar Zeynəb istədiyi heç nəyi tapa bilmir və biraz bahadır deyəsən bura. Bir-iki şey alır. Bunu alacaq. Onu alacaq. Hə, bir-iki də. Sonra açıb sizə göstərir. Burada çox çəkə bilmirəm. Çünki adamlar çoxdur, tanıram biraz. Bir-iki də bir şey alıb çıxırıq. Yox, tanıram. Kimdir? Zeynəb hansını alsın seçin. Bunu yoxsa bunu. Məncə bu qəşəngdir. Bunun ağları var Zeynəb. Bunlardan alacaq buketin arasına qoymağa. Qaradır. İndi bu qutunu almağı qərarlaşdırırıq. Böyük, çox böyük deyə. Amma balacalaşır. Yığanda bu boyda olur. Belə. Şimdi mən alsın. Baxarlar, satırlar. Bunu da satırlar. Keramikasını, bunun keramikasını tapaq. Bundan bəlkə alırıq. Usta. Yox, söyle. Heç bunu almışıq. Dayı, bunların uzunu var, belə. Deməli, uşaqlar, burada görünən şeylər var. Göstər Zeynəb. Ayağımın işi. Çiləklisini də göstər də. Baxın, çiləklisi də var. Ay, çox şirindir. Almaq olar. Bu bizi 5 manatdır. Bilmirəm, bu işığında Al. sarı istəyirdim, sarı yoxdur. Bəlkə başqa yerdə baxsaq alıb taparıq. Burada başqa yer, bir dənə tort yerinə baxa bilərik. İstəyirsən bunu bir dənəsini götür, bir də gedərik ora baxarıq. Bir dənə də dons dağdan başına sırayla. Bir dənə götürürüm bundan. Hə, gedib o tort yerinə də baxarıq, orada ola bilər. Bir də qiymətinə onu alsam daha yaxşıdır. Bu məncə yox, bu həqiqi biraz şeydir. Məncə Tək gül qoymaq üçün. onlardan varım deyə gül yerləşmir ona. Böyükdür də bu, bax. Gülün Bu lətələri balacadır, çox bu iyidir. böyükdür. Bu balacadır, bu balacadır, bu böyük. Buna bilsən nə lazımdır? Rulonla şəffaf buket bağlamaq. Yox bunu daha çox bəyəndim. Məncə lampa güllərə bu Məncə də qəşəng. Bu da qəşəngdir əslində. Niyə? qara getmir. Qara nəsə pozur elə metod. Yaxşı, ondan alaq. Bundan Məncə də o. Ondan var orada bu rəngi. Bir dənəsini çıxart boyuna baxalım. Düzəltmək olacaq. Məndə evdə də var qara rənglə tənbiş rəng göstərirəm sən. Sən bunu necə eləmək olacaq? Prosta belə vurub sadəcə bağlayacam da. Bunu al, ikisini bir-birinə elə. Baxın. Çox nazik. Hə, bu nazikdir.
Bu qalındır. Biraz onun istiyorsan yani qalın. Məncə bu ikisini, bunun yarısından onun yarısını birləşdirib nəsə elə qəşəng alınlar onda. Hə. Bilmirəm, mənə bilsən Nə nə deyirsən? lazımdır. Nəsə göstər. Baxın suala. Mən bundan istəyirəm. Qara yazılı olmalıdır. Güllərin olsa düzəltmir. Gəl bir şey deyim. Gəl bundan götürək. Bir də bundan götürək. Bu ikisi, bunu altdan qoyarsan, bunu üstdən. Məncə elə. Çox qəribə olacaq. Bir dənə bundan alım, bir dənə bundan alım. Hə. Bir dənə al gör neyə bilirsən. Yəni nə gedir ki 1 manat. Alım. Kötü yazır. Yəni də bundan götürürük. Mənim dediyimə gəldi Zeynəb. Heç şara qoydum. Bir ora koymuştu. Böyle bir şey olacak. Ha, bu böyle qəşəng görsən. Mənim zövqümə güvən də və zövqlü. Yeni bir şeylərdən Bunu ne seçək. hansı her şeyle bağlayacağıq. Yeni aldığım seni Götür bu da. bundan bağlayacağım. Məncə azca ondan birini yenə almalısan. Gidəcək. Göstər. Bu tərəfə qoy. Hara buradan mı? Bura baxdım. Hə. Gəl indi bura. Baxın, burada çoxlu şeylər var. Onlardan seçib alacaq. İndi buket üçün. Bu da bayaq başa gəldi. Ona görə ucuzu var idi. Ondan aldı. İndi buna bax. Bu da qəşəngdir məncə. Bundan olsa almaq istəyirdim. Deməli, bir bu. Ən axırda göstərərik də nələr almışsan. Bundan da almalıydım Zeynəb. Bundan almalıydım. Ay, Baxın, uşaqlar. şey kimidir. Bu Aboy. paket adına nə deyirlər? Aboy yox, başqa şeydir. Bu aboy kimidir. Yox, nəsə nəsə bir. Mən düşmürəm. Necə? Yox. Baxın belə, elə bilirlər ki, biz buranın işçisiyik. Baxın düşmür. Neyim bu? Əlimdən də eləyirəm. Sen indir dur. Hə, belə bir şey olur. Baxın, bundan alırıq bir də. Bunu xoşuma gəlmir. Amma bu var da onun içində. O sarı rəngi falan da var, mavisi. Məncə ağa. Görünür. Çox ucuz görünür. Bunu bukete qoysam pis görünür. Baxın, bu da açığı var. Məncə çox qəşəngdir. Almalıdır. Buketdə qəşəng qalacaq. Məncə al bunu. Alırsan Zeynəb. Boşuna al demişəmsə. Almalısan. Bunu buketin arkasına qoymaq lazım. Amma bu rəngi amma bu ağdırsa, bunun başqa bir rəngi Buna var. qoymayacam ki, bunu səhrayı açıq mavi buketlərdə istifadə edəcəm. Alma, biraz fərqli buketlər var. Bax, bir də buna bu rəng qəşəngdir. Ağır usta buketin çox belə önəmli bir rolu yoxdur ki. Ağır arkasına qoyacağam, gülləri bunun önünə qoyacağam. Bunun önü bağlı olacaq. Sadəcə güllər bunun önündə olduğu üçün əgər rəngli qoysam güllərlə bu çox boğucu görünəcək. Ona görə ağ qoyuram. Məncə ağ güldə eləsən nə vaxtsa, onda sənə rəngli lazım olacaq. Verəməyəcəm. Səhrayı buket. Bunu da qərar verək. Deməli, indi bunu alırıq. Bundan bir dənə alırıq. Burada iki dənə. Çünki bir dənə əslində 1 manat deyə, gəl alaq da 2 dənə. evdə 2 dənə var. Elə bil ki, həqiqətən öz biznesimdir, özümü yaradıram. Bu dəqiqə özümə yaparam da. Qıcıq olmursan. Yox. Hə. Daha da kömək edir. 2 dənə al, nə olar, nə olmaz da. Öpüldür. Alaq bundan 2 dənə. Bu da tablosu. Sizə yeni biznes ideyalar verirəm. Bunlardan böyüyü də var, Zeynəb. Ya bax mənə. Böyüyü də. Wow, burası şəklini qoyacağım. Bu da qəşəngdir. Manatdır. Lazım Çubuqlardan da deyil. götürə bilərsən. Buna açıq rəngsi lazımdır. Çünki bəzi şeylər, yarpaqlar Onda açıq bir dənəsini yaşıldır. götürək bundan. Bunlar Hamısı eyniş yaşıldır. Onda bir dənəsini götürək gəl. Uşaqlar, biz indi aldıqlarımızı aldıq. Sizə axırda göstərək. İndi burada başqa bir mağaza var. Orada gedib baxacaq. Şu əsas şönlü tapmadıq. Yəni şönlü yoxdur da. Var, amma bizim istədiyimiz qədər və istədiyimiz cins yoxdur rəngdə. Az qalıb. İndi gedək o birisi mağazaya görə şönlü tapırıq.
Uşaqlarımız buradadır Zeynəblə. Biraz da kassadadır. İndi gedirik bunları. Ümumi hesabladıq 12 manat falan elədir. Zeynəb öz tərzində üzüklər tapdı uşaqlar. Heç tərzim deyil. Əvvəl tərzim idi. Bir aralar 10-11 sinifdə taxır. Metalik. Mən aldım. Metaliklər sən heç sevmirəm. Uşaqsan. Zeynəb bu iki. Almalıyam. İndi çıxdıq uşaqlar. Bu qədər şey almışıq. Yaxşı ki New York vlogu var. Yoxsa qaraçı kimi gəzərdik. İndi gedirik başqa bir yer var ora. Görək orada nə var, nə tapırıq. Şöyle əsas tapmalıyıq. Bayaq demişdim əslində, bir yer deyirəm, xatırlatmam. Belə. Bunlara baxın. Şirin quşlar. Biz gəlmişik ola. Biz getdik başqa nə qədər mağazinlər axtardıq Zeynəblə. Amma Çox arxa-arxadaydı. Yəni o qədər fırlandıq ki, onu tapmaq üçün. Heç kim də bilmirdi yeri. axıra tapdıq, amma orada da yox imiş. Yəni əlavə 2 dənə mağazaya yenə yerdik. Şönillər yoxdur. Amma sizə göstərək də nə almışıq. Göstərəcəm. Prosta moldayıq deyə çox göstərə bilmirəm. O belə eləyir. Balacaları göstər. Bakın, budur. Küçük düzəldəcək, onun şəkli burada var. Daha doğrusu Zeynəb düzəldəcək burada. Aha, bu gülü takmaq üçün bunu 2-yə bölüb istifadə edəcək. Bu yaşıl şeydir, buna dolamaq üçündür. 2 tərəfi start. Sinka qaqasan, sifətvin yarısı düşür, yarısı yox. Biraz dəyəcək. Niyə yanmır? Bir də menoplas. Bu qədər şey almışıq biznes üçün. Zeynəbə uğurlar arzulayın. Zeynəb səhifə atacaq inşallah Instagramda. Burada Zeynəbin Instagram adını yazırıq. Belə, birazdan da yanımıza Lalə gələcək. Burada yemək yiyəcək. Yemək yiyəndən sonra bəlkə getdik kofe içməyə inşallah. O da ki, içəri şəhərə. İndi bunları geri yığıram. Yox, belə. Gedək indi yeməyi sifariş verək. Amma Laləni gözləyək, gəlsin sonra. Uşaqlar, Zeynəbə biraz motivasiya edici sözlər yazdım. Çünki Zeynəb biraz həvəssizdir. Həvəssiz deyil, həvəsdən sağlıqlar ona. Bugün keyfsizəm, sabah yaxşı olacaq. Əlimin üstə də baxın. Mən də əlimin üstə görüm. Məsələn, inşallah gedəcək. Biz indi yemək yedik. Burada Lalə var. Salam verin. Salam. Hə, Zeynəb vəfasızlığa gedir. Biz Lalə ilə bir dənə akım var, onu eləyəcək. İndi gedirik içəri şəhərə. Ora gedək videonu açacağım. Uşaqlar, hal-hazırda içəri şəhərdəyik. Hə, Qoşaqalaya gedirik Lalə ilə. Şeyləri göstər. Bir dənə bir şey var, onun bir dənə bir şey var. Yəni bir dənə akım var. Nə deyirlər o akım, adını bilmirəm. Uşaqlar, indi burada çəki çəkirik. Lalə çəkib. Çəkirəm oğlum. Prosta vur. Burada neçə dəfə keçmişik, amma bunun içinə baxmamışıq nə var. Məncə düzənlikdir. Nə gördün? Xəstəxanadır bura. Xəstəxanadır. Hə, gedək. Uşaqlar, biz indi bunu oynayırıq. Yəqin ki, bilirsiniz. Hə. İndi davay, başlayaq. Başımız düşmürük. Simə şefo. Simə şefo. Qaç. Dilim boş deyil. Simə şefo. Su iç icazə verirəm. Ağzımda ne oldu? Dişləmədən ne oldu be? Yavaş yavaş. Gəl. Simə şefo. Simə şefo. Ne yaptın? Ne yaptın? È un gioco. Esatto. Yoruldum.
Sağ olun. Ben Fransız neresi dediler? Şöyle. Ben dedim sağ olun. Daha. Sen gitme, ben dedim sen gitme. Korktu biraz. Az kaç geldi. Ben baktım yana geri gittim. Bilmem. Yiğit ne yapsın? Jet. Jet. Şimdi bu. Jet. Jet. Yarsan kim gedirsən, hə? Çinlə. Ham bizə baxın. 6-4 dəqiqə. Nə qaldı? Davay, axırıncıları oynayırıq, qutardıq. 3 dəfə eyni eləsək. Qutardın. Sevmə, şeref o. Gel. Rembrandt diye ye daha istemiyorum ama Rembrandt. Ne geçti bura? Geçe düşürsen. Sizce klipin hazırdı akşama. İstəyirsən çəkdirməyi? Kesin demişdim mənə. Dedim sağ ol. Aslını götürək. Ben taxıyorum. Dede. Aa sen de koydu ha. Şeydi. Yaraşır. Eşek. Gözele her şey yaraş. Şekilde çekeyim de şekil çek. Yürayla video kalsın. Bizi beğen. Eşek. Damacı arka damacı. Tamam. Ödənsiz verirlər, bilmirəm nə yaxşı. Bugün ödənsiz imiş. Amma hər dəfə ödəniş deyirlərmiş. İndi Lalə də burada. Lalə məndən daha çox çobana oxşuyur. Əmin ola bilərsin. Çıxın. Gəl. Uşaqlar, indi gəldik bu 14 fevral üçün olan stendlərə. İndi giriş edirik. Bir də arxa kameradan çək. Yox, arxa kameradan çək. Arxa kameradan. Yəni 14 fevral bilirsiniz sevgilər günü. Bakıda çox böyük irəliləyiş var. Baxın, stendlər açıblar. Gedək yaxına. Bir də nə? Bir qafanslar ödədə heç olmasa belə. İkincidir. Burada ikinci. Orada. Burada mənim ümumiyyətlə Bakıxanova gedib ən çox bəyəndiyim restorandan biri Light Coffee var və onun burada stendində olduğunu öyrənən kimi mütləq şəkildə yəni bura gəldim. Gəl gedək indi ora. Can səbir olmaz kana. Salam. Salam verin də. Dərsən. Dərsən orada. Vəfalı sağ olun. Belə mutlu uşaqdır. Edirsiniz. Xoş gəlmisiniz. Həmişə siz gələsiniz. Daimi siz gələsiniz həmişə.
Light Coffee'dən kofe, bəli. Yəni başqa stəndə baxmadıq. Gedirik evə. Light Coffee'dən kofelərimizi aldıq. Bəlkə demişik də. Bəlkə sonra siz gəlin buradan kofe alın. Məncə də. Elmlərdə də filialı olacaq inşallah martdan, inşallah. Və Bakı Xanovdan olsa filialı var. Sizi öpürük. Sağ olun. Paka. Bilirsiniz, yadınızdan çıxmır, kanala abunə olursunuz, bu videoyu da like atırsınız. Paka.